Yəni həsəd aparan insan Allahın nemətinin düşmənidir. Yəni o insan, həsəd aparan insan rahat ola bilmir, sakit ola bilmir, rahatlaşa bilmir və ondan qəm, qüssə qalxmır. Ondan bu həsəd nə vaxt qalxır? Görəndə ki, həsəd apardığı insandan nemət itdiyi zaman və onun əlində heç nə qalmır, həsəd aparacaq, onda rahatlaşır. Və həsəd aparan insan zəhərlə dolu olan əfi ilan kimidir. O zəhərini boşaltmadıkça sakitləşə bilmir. İbn-i Qayyim rahimehullah buyurur: "Feinne nefsel habîthete le'al-hâside tetekeyyefu bi keyfiyetin habîthe." Xəbis nəfs, həsəd aparan xəbis nəfs də xəbis bir şey formalaşır, çirkin, murdar bir şey onun nəfsində formalaşır. Həsəd apardığı kimsəyə qarşı və bu da ona təsir edir. Və buna oxşar, ən oxşar olan da əfi yılandır. فَاِنَّ السُّمَّ كَامِنٌ ف۪يهَ بِالْقُوَّةِ. Çünki onda zəhər güclə yerləşib, gizlənib فَاِذَا قَابَلَتْ عَدُوَّهَا اِنْبَعَثَتْ مِنْهَا قُوَّ غَضَبِيَّةً وَتَكَيَّفْ بِكَيْفِيَّةٍ خَب۪يثَ مُؤْذِيَةٍ. Düşmənçilik etdiyi kimsə ilə qarşılaşdığı zaman onda o qəzəb gücü ortaya çıxır və xəbis şəkildə formalaşır. Və minhə mə təştəddu bi keyfiyyət və təqvə həttə tuəthir fi isqadil cənin. Və bəzən bu həsəd o qədər şiddətli olur ki, ana bətnində olan rüşeymin də belə düşməsinə səbəb ola bilir. Və bəzən də bu insanın gözünün silinməsinə, yəni onun kör olmasına, görməməsinə səbəb ola bilir. Həsəd aparan insan Allahın qullarına verdiyi o nemətin düşmənidir. Çünki həsəd aparan insan Allahın bölgüsü ilə razı qalmır. Və Allah Teala'nın hikməti ilə razı qalmır. Allah Teala'nın idarəçiliyi ilə razı qalmır. Və görəndə ki, Allah Teala bir quluna nemət verib və onu seçib, müəyyən bir xüsusiyyət verib, qəlbi həsədlə dolur, büğzlə, ikrah hissi ilə dolur. وَلِهَذَا فَإِنَّ أَعْظَمَ أَوْصَافِ الْحَاسِدِ. Və buna görə də həsəd aparan insanın ən böyük vəsflərindən biri də odur ki, o insan Allahın nemətinin düşməni sayılır.